Polad Həşimovla bir yerdə, şəkili də var. Polad Həşimovla bir yerdə Türkiyədə oxuyublar bunlar. Birinci NATO komandasının zabitləri bunlar olubdu. Mən Ağayev Vüqarın anası, Ağayev xanım Nemət qızıyam. Atası da hərbiçi olub, Almaniyada qutarıb. Atasını da elə dəfn eləyən, Qusarda dəfn olunub. Dəfn eləyən Vüqar özü olubdu. Vüqarla bir yerdə üç qardaş, bir bacıdılar. Onlar da dərəsi öz işinin dalınca, amma Vüqar da əvvəldən kadrovik zabit olubdu. 92-də qəbul oldu, oxumadı. Qubadlı rayonundan özümüz. Orada müharibə atışmalar olurdu, pastayanı qrad atırdılar, el avtomatlardan həmişə atışmalar olurdu. Vüqar ilə orta məktəbi qutarıb qəbul oldu hərbiyə, oxumadı. Biz görüm altdan yuxarı qalxır dağa, ay qayıb, səni göndərmişik biz oxumağa, niyə gəldin? Dedim, mən vətəndardadır, mən deyir, burada yoldaşlarım müharibədə iştirak edib, özüm orada arxayın oxuya bilmərəm. İştirak ilə həmən ili bu milli qəhrəman Əliyar Əliyevin batalyonunda top komandiri idi. Onu çavuş rütbəsinə kimi orada qalxdı oje. Oxumamış. Ondan sonra onu göndərdilər bura Bakıya da hərbi məktəbə olub, onda hələ məktəb idi. Hərbi məktəbdə oxumağa. Heç nə imtahandan xəbərimiz oldu, nə tər verdi, nə tər verdi. Bir də gördük ki, Vüqar deyir ki, mən qəbul olmuşam. Lap yaxşı, xeyirli olsun, oxu. Oxudu, qəşək də oxuyurdu. Qəşək yoldaşları vardı. İndi də var o yoldaşları gəlirlər. Gəlir mənə yol oxurlar. İndi gündə də gəlməsə, hamısı işləyən adamlardır. Gündə də gəlməsələr, hər dəfə, indi bayram günləri zadı gəlirlər. Vüqar özü ondan sonra 25 il Naxçıvanda xidmət elədi. 25 ildən sonra çıxdı pensiya. Pensiya çıxanda müharibə başladı da. Belə evdə də şəkili var, Polad Həşimovla bir yerdə, şəkili də var. Polad Həşimovla bir yerdə Türkiyədə oxuyublar bunlar. Birinci NATO komandasının zabitləri bunlar olubdu. 25 il orada işləyəndən sonra çıxdı pensiyaya. Düz 2016'da pensiya çıxdı. 16'dan 20'ye kimi bu pensiyadaydı. Baxmayaraq getdi müharibəyə. Mən biləndən sonra dedi ki, mama deyir, ana vətən demirlər. Səni çox istəyirəm də, sən özün bilirsən axı. Vətəni səndən çox istəyirəm. Vətən məni çağırır. Mənə heç nə olmayacaq. Mən birinci vətən müharibəsində heç nə olmadı, Qarabağ müharibəsində heç nə olmadı ki, sağ-salamat gəldim. Gəldim, oxudum da, qutardım da, işlədim də. İndi də heç nə olmayacaq. Elə, getdi. 20'si 19 oktyabrda getdi. 2020 ilin 19 oktyabrda getdi. Həyətə də girdi, getdi elə orada Ağcabədi, Cəbrayildən də düşdü Qubadlı xanlığa. Bala Sultanlı, Şəhid Tomas, Qubadlı, xanlıq. Xanlıqda da öz həyətimizə də girib orada deyir, mama özündən girib qardaşına deyib, deyir ki, qardaşının adı Çingizdir. Çingiz, gəldim ki, burada elə görürsən deyir, siz gələ bilmədiniz, mən uca vətənimdəyim, mən uca xanlıqdayım. Gelib bağa deyir, nar da yiyib, xurma da yiyib. Bizim bağda olan şeyler idi. O zonada ayrı şeyler olmurdu. Getdi 1 noyabrda da düz Görüsün altı Çardaqlı kəndidir. Qubadlının demək olar ən axırıncı ki, onun fikri vardı özü 1-ci Qarabağda döyüşən Cılfır kəndinə getməyə. Yəni həmən zona ilə birə gedib Çardaqlıda onu vurmuşdular, snayper vurmuşdu. Yeni də yanında baş leytenant olub, Fərid adlı oğlan. O deyir, o ayaq üstü avtomat atırdı, bu da pulemot atdığı yerdə. Bir də gördüm deyir, Fərid deyir ki,
Fərid mənim kolumdan vurdular. Kolumdan vurdular, dartdım yanıma, baxdım gördüm kolumdan yox, boynundan buradan şah damarına vurmuşdular. Vurmuşdular, aşağı düşürttük, dağın başındadır. Aşağı düşürttük aşağı. Elə gülə-gülə deyir, danışa-danışa deyir, gözlərini yumdu, qoymadı. Mən elə deyim, mənim öz sözümdür, bütün şəhid analarına həmişə onu deyirəm. Deyirəm, balanızı yaşatmaz, sizin boynunuza düşüb. Ağlamayın, ağlamayın, amma yenə də dözmək olur. Çəkiliş eləməyə, dəvət eləyən balalarımıza Allah razı olsun, Allah köməyiniz olsun, can sağlığı, uzun ömür versin. Gəldi Vüqar burada bizlə görüşdü. Qardaşı İlqarla da görüşdü, mənlə də görüşdü, İlqarın yoldaşı, uşaqlarla görüşdü, çıxdı, getdi. Bu qardaş da burada Zəngilan şəhərciyində yaşayırdı, getdi onlarla görüşə. Bir demir, hara gedirəm. Hara getdiyini demir hələ. Getdi, amma kiçik qardaşına demişdi. Orada demişdi, o deyəndə də bunun dalınca da İlqarın yoldaşı da getdi. Onun dalınca piyada yolda buradan böyle getdilər, orada söhbətdə zatı bildilər ki, biz müharibəyə gedir. Mən oturub elə evdə, İlqar bu otaqdaydı, mən keçib öz televizoru açmışdım. Bir də görüm uşaqlar gəldilər ki, məni belə boynumu qucaqladılar. Dedi ki, nənə deyir, sana deyir bir xəbər demək istəyir. Həm yaxşıdır, deyirəm, nə xəbər, nə deyilən də. Mən də həvsələsizəm biraz. Qayət ki, həm yaxşıdır, həm pisdir. Deyirəm, deyir də, nədir? Deyir, əmi deyir, indi gəldi bizlə görüşdü, getdi. Əmi deyir, müharibəyə gedir. O, nə? Mən də durub gedəcəyim. Durub gedəcəyim, elə Vüqarın öz evi elə burada olur. Masazırda olur, yaxındır. Deyirəm, elə onda da avtobusda yoxdur axı. Deyirəm, gedəcəyim, piyada da olsa gedəcəyim. Getdi, bir də görüm zəng gəldi mənə. Zəng gəldi, görüm Vüqardı. Mama, birinci Qarabağda mənə heç nə olmayıb, narahat olmayıb. Vallahi, nə tərk etmişəm, elə də qayıdacaq. Vallahi, heç nə olmayacaq, heç nə olmayacaq. Razılaşdım. Razılaşdım, 19 oktyabrda gedib, 1 noyabrda xəbər gəldi. Çəkilişə görə minnətdarlığımı bildirirəm. Allah köməyiniz olsun, Allah razı olsun sizdən. Allah can sağlığı versin. Allah razı olsun sizdən. Çox sağ ol, var ol. Ağaran saçımı, qara örpəyi mənə miras qoyub getdin ay oğlum. Yaşamaq həvəsini əlimdən alıb sürünən bir ölü etdin ay oğlum. Bəli, bugün biz yenə bir qəhrəmanımızın, yenə bir vətən oğlunun ailəsinin qonağıyıq. Ağayev Vüqar Əhməd oğlunun ailəsinin qonağıyıq. Yanında dayanan, saçlarını gecə-gündüz evladları üçün süpürgə edən ağ saçlı anamız, şəhidimizin anası Ağayeva xanım anadır. Bizə bugün öz evinin, ocağının qapısını açdı. Biz onun evində, ocağında şəhidimizin muzeyində bir veriliş çəkdik. Bu verilişi çəkdik ki, bütün dünya, Azərbaycan xalqı vətən oğlunun harda böyüyüb boya başa çatdığını və hardan vətəni xilas etməyə getdiyini, onun yolunda canından keçdiyini görsün. Biz bu günlərin Masazır qəsəbəsindəyik. Masazır qəsəbəsində Vüqarımızla bərabər neçə şəhidlərimiz də var, nə qədər şəhid oğullarımız da var. Anacan, bizim Vüqarımız 1-ci Vətən müharibəsindədir. Öz cəsarəti ilə, süzayəti ilə seçilmişdir, qəhrəmanlığı ilə seçilmişdir. 2-ci Vətən müharibəsində də qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Hər zaman olduğu kimi özümüzlə bərabər yenə biz Quran-ı Kərim kitabını şəhidimizin ailəsinə, anamıza ərmağan edirik. Ümid edirik ki, Quran-ı Kərim kitabı şəhidimizin cənnət köşəsində özünə layiq bir uca zirvədə yer tutacaq. Anacan, Allah səbir versin.
Allah şəhidimizin Səndən bahim. o dünyasını versin. Səndən Ruhu şad, bahim. məkanı cənnət olsun. Allah razı olsun səndən bahim. Sağ ol. Allah köməyin olsun. Balanla bir yerdə. Allah Sağ ol. razı olsun. Çox sağ ol. Sən də şəhid anasısan. Sən də Səbuhinin anasısan. Sən də balanın da məkanı cənnət, məqamın uca eləsin. Amin. Ucadan uca Cümlə eləsin. şəhidlərimizin. Amin. Başınız dik, alnınız açıqdır. Həmişə. Siz şərəflə yaşayın. Bəli. Necə ki yaşayırsınız. Buna layiqsiz. Bəli. Çünki siz bir qəhrəman, bir vətən oğlu yetişdirmisiniz. Bəli. Quran kitabını buyurun. Öz gəlişi ilə bu ailəyə xoşbəxtlik, səadət, ruzi-bərəkət və can sağlığı gətirsin. Amin. Bu ocaqda, bu ailədə bu gündən sonra bir daha acı göz yaşları axmasın. Amin. Buradan üzümü tuturam 114 TV kanalının rəhbərliyinə, Qafqaz Müsəlmanlar İdarəsinin rəhbərliyinə və şəxsən sizə. Allah razı Artıq olsun. 5-ci ilə keçib ki, mən sizi tanıyıram. Bütün getdiyiniz şəhid ailəsinin artıq neçənci 400-dən artıqdır ki, şəhid ailəsinin evini ziyarət edirsiniz, şəhidlərimizi çəkirsiniz, tarixin yaddaşına həkk edirsiniz, onları unutmağa qoymursunuz. Çox sağ olun. Allah razı olsun. Allah köməyiniz olsun. Allah sizə də can sağlığı versin.